Demək, uşaqlar, bu günləri biz keçirik sizinlə yeni bir bölümüyə keçirik artıq. Biz morfologiya bölməsini bitirdik. Köməkçi nitq hissələri, əsas nitq hissələri, bunları bitirdik. İndi keçirik sintaksisə. Sintaksis. Sintaksis, söz birləşmələri. Sintaksis nədir? Azərbaycan dilində sintaksis öyrənir nəyi? Sintaksis, söz birləşmələri və cümlələrin xüsusiyyətlərini öyrənən bir bölmədir. Söz birləşmələri və cümlələr haqqında. İndi biz ilk öncə görəyim bu söz birləşməsi anlayışı nədir? Ümumiyyətlə, necə başa düşürsünüz söz birləşməsi? Uşaqlar, söz birləşməsi, iki və daha artıq sözün məna və qrammatik cəhətdən birləşməsidir. İki və daha artıq sözün. Burada bir dənə şey unutduq. İki və daha artıq leksik mənalı sözün, müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsi. Bax, bu müstəqil sözünü unutmayın. Yəni, söz birləşməsinin, əslində söz birləşməsi iki yerə bölünür. Biz sərbəst söz birləşməsinin tərifini deyirik. Söz birləşməsi, diqqətlə qulaq asın. Söz birləşməsi iki yerə bölünür. Sabit söz birləşməsi, sərbəst söz birləşməsi. Birinci hansıdır? Sabit söz birləşməsi. Biz buna başqa cür nə deyirik? Frazeoloji birləşmələr. Uşaqlar, frazeoloji birləşmələr, frazeoloji birləşmələr keçəndə biz sizə nə dedik? İki fərqli mənalı söz birləşib bir anlayış ifadə edir. Qulaq asmaq, burada nə qulaqdan söhbət getmir, nə asmaqdan söhbət getmir, dinləməkdən söhbət gedir. Zəncir çeynəmək, nə zəncirdən söhbət getmir, nə çeynəməkdən, əsəbləşmə mənasında. Və yaxud da ki, ağzına su alıb oturmaq, nə ağızdan, nə sudan, susmaq mənasında, sakit dur. Və yaxud da ki, dilot yemək, nə otdan söhbət getmir, nə dildən söhbət getmir və s. Nə də yeməkdən söhbət getmir. Dilotu yemək, yəni çox danışmaq mənasındadır. Sabit söz birləşməsi. İkinci hansıdır? Sərbəst söz birləşməsi. Bax, biz tərifin verdiyimiz iki və daha artıq müstəqil. Bax, burada unutmayın ha. Müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsinə nə deyirlər? Söz birləşməsi deyirlər. Müstəqil söz deyəndə nə başa düşürük uşaqlar? Yox, müstəqil söz deyəndə əsas nitq hissələri, yəni leksik mənası olanlar. Söz birləşməsinin söz birləşməsi olması üçün mütləq şəkildə ən azından iki müstəqil söz olmalıdır. Sərbəst söz birləşməsində söhbət gedir də. Ən azından iki müstəqil, yəni əsas nitq hissəsi olmalıdır. Söz birləşməsinin tərəf var. Aslı tərəf, əsas tərəf. Birinci tərəf aslıdır, ikinci tərəf əsasdır. Yəni bu aslı tərəfdə, baxın, birinci söz, ikinci söz demirəm ha. Birinci tərəf, ikinci tərəf. Birinci söz, ikinci söz yadınızda saxlasınız. Siz əsas tərəflə aslı tərəfin nə anlayışı olaraq biləsiniz, nə də yerini tapa biləcəksiniz. Məsələn, uşaqlar, yazıram məktəbin həyəti. Baxın, məktəbin həyəti, aslı sözümüz məktəbdir, həyət tərəfimiz, daha doğrusu əsas tərəfimiz həyət sözüdür. Aslı tərəfdə də isim var, əsas tərəfdə də isim var. İki leksik mənalı söz varmı? Müstəqil mənalı söz. Biz buna söz birləşməsi deyə bilərik? Bəli. İki müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsi. Bəs burada niyə sual vermişlər müəllim? Məna cəhətdən birləşmə nədir? Qrammatik cəhətdən birləşmə. Qrammatik cəhətdən birləşmə uşaqlar. Bu söz birləşməsinin yaranma xüsusiyyətləri var. Məsələn, üçüncü nöqtənin söz birləşməsindən necədir? Birinci tərəfdə yer qal, ikinci tərəfdə mənsubiyyət. Yəni, qrammatik tərəf dil qaydasının tələbidir də. Qrammatik qanunlara uymaq. Bəs biz deyirik ki, məna və qrammatik. Məna tərəfdə dediyin söz birləşməsində bir məna olar da. Məsələn, ta ki yazıram, dəli adam. Eləmi? Məna cəhətdən də birləşib, qrammatik cəhətdən də birləşib, adam dəli ola bilər, eləmi? Amma buna yazsam, dəli kitab. Burada qrammatik cəhətdən birləşmə var, amma nə cəhətdən birləşmə? Məna yoxdur da, yəni dəli kitab deyəndə gülməli çıxır da, belə harada məcazi mənalı gəldə, məcaz kimi düşün. Elə şey deyil, axı, məcaz da yoxdur burada. Dəli kitab nədir? Dəxlisiz bir şeydir də. Deməli, burada qrammatik məna var, amma nə yoxdur? Məna əlaqəsi yoxdur da, daha doğrusu.
Necə? Məsələn, yəni, ad olaraq, məsələn, kim əsər yazmadın dəli kitab qoyar səncə? Real qoyar, düz deyirsin. Aydın oldu, yəni məna və qrammatik cəhətdən birləşmə odur ki, yəni dil qaydası məna cəhətdən də birləşmə odur ki, dediyin söz birləşməsində olmalıdır? Məna olmalıdır, real, qulaq as. Dediyin söz birləşməsində məna olmalıdır. Yəni məna yoxdursa, 100 gün, ta ki, məsələn, şirin, alma. Qrammatik də var. Qrammatik də məna cəhətdən də birləşib. Amma buraya yazılan tutaq ki, şirin, yox, o da şey var, nə olsun məcaz. Şirin, məsələn, tutaq ki, olsun ev. Belə, güvədə, indi məcaz. Burada şirin ev deyəndə, burada nə məna əlaqəsi var? Nə deməkdir şirin ev? Qrammatik cəhətdən bilirsən. Bax, qrammatik cəhətdən əlaqələnmə odur ki, dil qaydası bizdən nəyi tələb edirsə, o qrammatik cəhətdən. Üçüncü tərəfdə söz birləşməsinin qaydası necə idi? Birinci tərəfdə yerlik al, ikinci tərəfdə mənsubiyyət. İkinci növdə nə idi? Məktəb həyəti. Yəni, daha sonra biz də qeyri-məyyərdir. Bu, qaydanın bizə tələb etdiyi də qrammatik cəhətdən. Məna cəhətdən də odur ki, dediyin söz birləşməsində məna olmalıdır. Qardaş, yoxdursa, demək dəxilsiz danışırsan. Cümlə nədir? Bitmiş fikir ifadə edən söz və ya söz birləşməsi. Sən ifadə etmək istəyirsən özünü. Söz birləşməsində də, cümlədə də normal qarşı tərəfin anlaya biləcəyi bir şeydən istifadə. Dəli kitab günü çıxır da, belə burada məna əlaqəsi yoxdur axı. Yəni, əlaqəyə girə bilmir məna baxmandan. Aydın oldu. Deməli, sərbəst söz birləşməsi tərifi necə böldük? 2 və daha artıq müstəqil sözün. Bunu niyə dedik bəs müstəqil? Gələk ona. Məsələn, uşaqlar, burada sizə çaşdırmaq üçün verəcəklər nəyi? Hələ bir söz birləşməsinin anlayışını öyrənək, sonra keçək ismi birləşmə. Məsələn, verək evə tərəf. Söz birləşməsidirmi? Təbii ki, yox. Niyə söz birləşməsi deyil? Çünki bunun leksik mənası var, amma tərəf sözünün leksik mənası yoxdur. Burada leksik mənalı, yəni müstəqil neçə söz var? Bir dənə söz olduğuna görə söz birləşməsi yaradın mı? Yaratmayıb təbii ki. Amma evə tərəf getmək olsa, bəli, bu söz birləşməsidir. 3 söz var, amma ikisinin leksik mənası var da ən az. Ev, aslı tərəfimiz, getmək, məsdər, bəli, fiil birləşmədir. Amma sənin üçün qoşmadır burada, sən də əvəzlikdir. Neçə leksik mənalı söz var, neçə müstəqil söz var. Bir dənə olduğuna görə buna söz birləşməsi deyə bilərik mi? Təbii ki, yox. Bəs bizi başqa cür necə anladı? Mütləq şəkildə ən azından 2 dənə müstəqil söz olmalıdır. O cümlədir. Məsələn, sənin üçün getmək, gəlmək olsa, gəlmək, bəli, bu söz birləşməsidir artıq. Amma 2 dənə veribsə, birinin müstəqil, birinin qrammatik mənası var, birinin leksik mənası varsa söz birləşməsidir. Bir də bizi necə anlada bilərlər uşaqlar? Bunu sizə dəfələrlə demişəm. Ol, et, bil, qıl. Baxın, bunlar söz birləşməsi deyil. Kömək, etmək, yaxşı, olmaq, çarə, qılmaq. Bəli, oxuya, o da aiddir. Oxuya, bilmək. Baxın, bunlar söz birləşməsi deyil. Biz bunları nə demişdik? Bunlar mürəkkəb nədir? Feillərdir. Mürəkkəb feildə bir dənədir, bir dənə. Mürəkkəb feillərdir. Biz bunlara söz birləşməsi deyə bilərikmi? Təbii ki, yox. Baxın, uşaqlar, burada neçə leksik müstəqil mənalı söz var? Bir dənədir və kömək etmək bir dənə. Yaxşı olmaq bir dənə. Çarə qılmaq bir dənə. Oxuya bilmək bir dənədir, bir dənə. Ona görə bu söz birləşməsi, bax, çaşdırmasın artıq. Bunlar söz birləşməsi deyil. Başa düşdünüz? Bir də köməkçinin itkisəsi. Və yaxud da ki, məsələn, verən necə? Ən maraqlı. Bir dənə var, müəllim. Bəli, bir dənə maraqlı söz var da, ən də burada ədatdır. Amma ən maraqlı əsər versə, bəli, bir əsər var, bir də maraqlı sözü var. Aydın oldu bura. İndi biz söz birləşməsi uşaqlar quruluşuna da baxaq. Görək söz birləşməsi. Təbii ki, söz birləşməsi quruluşca necə olacaq? Uşaqlar, sizə bir şey deyim. Sintaksisi keçiriksə, sintaksisdə düzəltmə anlayışı yoxdur. Ya sadə olacaq, ya mürəkkəb. Yəni, söz birləşməsi də və yaxud da ki, cümlə üzvləri ya sadə olacaq,
ya da nə olacaq? Mürəkkəb olacaq. Yəni düzəltmə anlayışı sintaksisdə düzəltmə deyə bir şey yoxdur. O qaldı leksikada, morfologiyada, yəni sadə düzəltmə mürəkkəb gəlir. Bura çatanda düzəltmə ixtisar olunur. Qalır ya sadə ya düzəltmə. İndi söz birləşmələrdir ki, quruluş iki yerə bölünəcək. Bir, sadə söz birləşmələri. Sadə söz birləşmələrinin tərkibində iki müstəqil söz olur. Söz olur. İki müstəqil söz olur. Məsələn, kitab, cildi. Üzüm. Kitab cildi də birinci cild, ikinci cild şeylərdə. Nəşrlər. Nəşr deyəndə şeydir. Məsələn, birinci hissə mənasında, yaxşı, belə deyək. Və yaxud da olsun kəndin yolu, mənim dostum olar. Nesdə nə söz olur sadə söz birləşməsində? İki müstəqil söz olur. Mürəkkəb söz birləşməsində uşaqlar, mürəkkəb söz birləşməsində 3 və daha artıq, 2 və daha artıq yox. 3 və 2 olsa bu olacaq axı. 3 və daha artıq müstəqil söz, 3 və daha artıq. İndi məsələn, mənim dostumu verirəm, mənim mehriban dostum. Və yaxud da ki, sənin qırmızı qələmin. Baxın, bir mən əvəzliyi var, mehriban sifəti var, bir də dost ismi var. Sən əvəzliyi, qırmızı sifəti, qələm ismi. Burada neçə müstəqil söz var? Ən azından 3 müstəqil söz var. Ən azı 3 müstəqil söz var. Aydın oldu. Baxın, testlər necə çaşdıra bilərlər? Diqqətlə qulaq asırıq. Dostum, 3-ü, kömək, etmək. Bu, quruluşca necə olacaq bu? Ol edin dostum. Yox, mən 2 dənə. Nesə, quruluşca sadədir. Niyə? Abala, bizə 2 dənə bax, 3 dənə müstəqil olan da mürəkkəb olurdu. 2 dənə olur. Bir müstəqillər tapırıq da, bir dostumdur, bir dənə də kömək etməkdir də. Üçün də burada qoşmadır. Bu quruluşca necə olacaq? Sadə olacaq. Aydındır. Və yaxud da ki, evə sarı getmək. Quruluşca necədir? Sadə. Bu da sadədir. Bəli, çünki sarı burada nədir? Qoşmadır. Aydın olur. Bəli. Onu biraz fırla, bu tərəfi də rahat. Şey tam düşür. Lövhə tam düşür. Onu da çəklə. Yəni, testdə çaşmayın. Mütləq şəkildə. Sizə zəng gəlir. Deməli, evə sarı getmək, sarı burada qoşmadır. Dostum üçün kömək etmək bir dənə mürəkkəb feildir. Burada isə uşaqlar, bax bir şey yadınızda saxlayın. Leksikada və morfologiyada, yəni nitq hissələrində, leksikada öyrəndiyimiz mürəkkəb anlayış var ha. Burada sadədir. Məsələn, tutaq ki, bağa yarpağı, lasın, bağa yarpağı mürəkkəb sözdür, amma sintaksda sadədir. Cümlə üzv olaraq sadədir. Bir dənə anlayışdır da ona görə. Amma bunu məsələn, bağanın yarpağı versə, indi olmaz bağanın çanağı olsun lap. Çanağı, bəli, bir bağa var, bir də çanağı. Və indi quzunun qulağı. Quzu qulağı belə versə, qulağı, bu mürəkkəb sözdür. Amma quzunun qulağı versə, qulağı, bu mürəkkəb olur, söz birləşməsidir. O da yəni sadə olur. O da sadə olur. Aydın oldu, söz birləşməsi, anlayışın nə olduğunu bildir. Keçən keçmiş, gəlsin də bunu. Çətin də bir şey deyil. Qeydici götürün. Bir dənə şey, bir dəqiqə, uşaqlar. Yox, saxla elə ki. Tamam.